Nəhayət o zaman çatdı. Günəşi bir palçıqlı, qaranlıq mənbə gözün içində batan gördü və onun yanında bir qövm tapdı. Biz dedik: "Ey Zülqərneyn, ya əzab verərsən, ya da onlara qarşı yaxşı bir şey qəbul edərsən." Əgər belədirsə, bu ayənin izahı yalnız məkan səviyyəsində deyil, zaman səviyyəsində də başa düşülməlidir. Quranda ifadə edilən günəşi qara palçıqlı, gözə bənzər bir çeşmədə batan görmə ifadəsi astronomik fenomenə işarə edir. Müasir elmdə məlumdur ki, qalaktikamızın mərkəzində Sagittarius A adlanan super kütləvi bir qara dəlik yerləşir. Günəş sistemi bu qara dəliyin ətrafında orbitdə hərəkət edir və zamanla ona doğru cəzb edilir. 2019-cu ildə Event Horizon teleskopu tərəfindən çəkilən M87 qalaktikasının qara dəlik görüntüsü gözə bənzər strukturu ortaya qoymuşdur. Quranın bu ayəsində işlənən ayn və həmiyyə sözləri bu təsvirlərlə tam üst-üstə düşür. Günəşin batdığı yerə çatmaq ifadəsi gələcəkdə Günəş sisteminin qara dəlik tərəfindən udulacağı hadisəyə zaman səyahəti etməklə çatmaq deməkdir. Beləliklə, Zülqərneynin ilk səyahəti bir məkan dəyişməsidir, bir zaman atlamasıdır.